Bugünkü sualımız düz xəttin tənliyi mövzusundan 69-cu sualdır. Burada bizə L1 və L2 düz xətlərini verib. Bunların qarşılıqlı vəziyyəti perpendikulyar müqayisə sistemidir. Bundan başqa bizə 2 dənə nöqtə verib ki, hansı ki L1-in üzərindədir. -2, 0 və 4 nöqtələri. L2 nöqtəsində L2 düz xəttinə də aiddir bu 4 nöqtəsi. Verilənlərə əsasən L2 tənliyini tapmaq bizdən tələb olunur. Əvvəlcə biz nə edə bilərik? L1-in tənliyini tapa bilərik. Niyə? Çünki əlimizdə L1-in keçdiyi 2 nöqtə koordinatları var. Əvvəlcə qanun üsulundan istifadə edərək yazırıq K bərabərdir y2 çıxı y1 böl x2 çıxı x1. İkinci nöqtənin koordinatından birincinin koordinatını çıxıram. 4 çıxı 0. İkincinin absisindən birincinin absisini çıxıram. 4 çıxı -2. Eləyir 4 bölünsün 6. Yəni 2 böl 3. Bizə nə verib? L1 perpendikulyardır L2-yə. L1 əgər L2-yə perpendikulyardırsa, onda bu düz xətlərin bucaq əmsalları, yəni K1 və K2-nin hasili -1-ə bərabərdir. Daha sonra nəyə fikirləşməliyik? K1 əgər 2 bölü üstdürsə, biz K2-ni asanlıqla tapa bilərik. K2 bərabərdir 1 bölünsün K1-ə. Yəni -3 bölünsün 2-yə. Bizim ikinci düz xəttimizin tənliyinin artıq bucaq əmsalını tapmış oluruq. Düz xəttin tənliyinin ümumi forması isə belədir. Y bərabərdir -2 x üstəgəl b. Burada sadəcə bizə b-ni təyin etmək lazım olur. B-ni isə hardan tapa bilərik? Biz əgər bucaq əmsalın və L2 düz xəttinin keçdiyi bir dənə nöqtəni biliriksə, onda b-ni asanlıqla təyin edə bilərik. Bu A nöqtəsi L2-nin üzərindədir. Yəni 4 4-ü yerinə qoyanda ödənməlidir. İndi gəlin 4 4-ü yerinə qoyaq burada. 4 bərabərdir -3 bölü 2 vurulsun 4 üstəgəl b. Buradan da b-ni 10 tapa bilirik. B 10 olduqdan sonra isə düz xəttin tənliyinin bütün parametrləri hazırdır. Y bərabərdir -3 bölü 2 x üstəgəl 10. Deməli, yekun düz xəttin tənliyi bu olacaq. İkinci sualımız isə kök funksiya və modul funksiya mövzusundan da 33-cü sualdır. Bizə belə bir funksiya verib, kök altında 8x çıx x kvadrat çıx 15. Deyək ki, bu funksiyanın təyin oblasından götürülmüş x-lər üçün bu modullu ifadənin qiymətini hesablayın. Əvvəlcə biz bilməliyik ki, bu funksiyanın təyin oblası nədir? Bildiyimiz kimi kökün altında bir ifadə varsa, həmişə müsbət olmalıdır. Deməli, bu funksiyanın təyin oblasını belə tapa bilərik. Yazırıq 8x çıx x kvadrat çıx 15 böyük bərabərdir 0-a. Funksiyanın təyin oblasını ödənmək üçün bu şərt ödənməlidir. Hər tərəfi mənfiyə bölürəm. X kvadrat çıx 8x üstəgəl 15 kiçik bərabər 0. Qruplara ayırıram. X çıx 3 x çıx 5 kiçik bərabər 0-a. Buradan sonra intervallar üsuluna gətirirəm. 3, 5. Təkrar kökü yoxdur gördüyümüz kimi. Baş həddin əmsalı müsbətdir. Müsbətlə başlayıram. Müsbət, mənfi, müsbət. Deməli, mənə mənfilər lazımdırsa, hədlərim 3, 5 aralığına daxil olmalıdır. Daha sonra bu təyin oblasından istifadə edərək modullu ifadəni hesablayıram. Bizdə əvvəlcə nə verir? X çıx 5. X çıx 5, əgər x, bunu belə də ekvivalent ifadə ilə belə yazaq. 3-dən böyük, 5-dən kiçik. Əgər x 5-dən kiçik bərabərdirsə, onda bu ifadənin qiymətinin əksini çıxartmalıyam. Yəni 5 çıx x. Burada isə x 3 ilə 5-in arasındadır. Məsələn, 4 götürsən x-i hər halda müsbət eləməlidir. Ona görə də olduğu kimi çıxarırıq. Sonraki ifadədə isə mənfini qarşıya saxlayıram. X çıx 3. Bu ifadədə müsbət eləməlidir. Çünki ədədimiz 3 ilə 5-in arasındadır. Hər ikisi daxil. Ona görə də olduğu kimi çıxarırıq. İndi isə sadələşdiririk. 5 çıx x, burada nə qalır bizə? X üstəgəl 7,7. Mötərizəni sadələşdirəndə də -x üstəgəl 3. X və -x bir-birini aparır, qalır 10,7. Deməli, cavabımız 10,7-dir. Bir də üzərindən keçək. Bizə bu funksiya verir, funksiyanın təyin oblasını verir.
Deyək, x təyin oblasına daxil edib, bu modullu ifadəni təyin oblasına görə hesablayın. Əvvəlcə təyin oblasını tapırsan, gəlib bu ifadəni, kökün altındakı ifadəni sıfırdan böyük edirsən, sonra həmin intervallar üsulu ilə həll edib, cavabın 3 və 5 arasında olduğunu tapırsan, sonra isə bu şərti bilərək həmin modullu ifadəni sadələşdirib cavabı 10,7 tapırsan.